Hər kəsə salam qızlar. Artıq sizsiz iş görə bilmirəm deyə bərabər gedirik market alışverişinə. Bu evdədir. Bugün üçümüz gedirik. Yazdığım kağızı evdə unutmuşam. Qayıdıram indi təzədən o kağızı götürüm. Çünki sizə göstərmişdim ki, adətən bazarlara gedəndə yazıram nə almaq lazımdır. Baxın belə. Nə alacağımızı yazmışıq. Bizim evin yanında marketlər əslində çoxdur. Bazar Store, Araz, Ballı, bütün marketlər demək olar ki var. Ona görə də KSK ilə gəzə-gəzə marketlərə gedə bilirik. Gəlirik Ballı marketə. Bu market digər marketlərdən daha uyğundur və qəşəng marketdir. Baxaq görək istədiklərimizin hamısı burada olsa, başqa yerə getmərik deyə düşünürəm. Əvvəlcə şokoladlara baxıram, süfrəyə qoymağa. Bu şokolad Səbuyinin ən sevdiyi şokolad alıram. Sonra isə sport bitini götürürəm Adiş üçün və səbət götürürük ki, rahat istədiklərimizi yığaq. İçməyə də mütləq nəsə götürürük, çünki hava dəhşət isti keçir. Düzdür, arada soysa da əsasən isti keçir. Çörək götürürük. Baxın, bu mənim sevdiyim çaydandır. Düşüb 2.24. Amma əvvəlki qiymətini göstərmir. Belə böyüyü də var. Amma evdə sadəcə mən içirəm deyə elə bunu götürəcəm. Evdə düyü olsa da istəyirəm ki, bu markanı sınayım. Bilməm siz yoxlamısınız, yoxsa yox. Mənə yorumlarda bunu bildirərsiniz. Sonra keçirəm makaronlara, spagetti götürürəm. Doymaq markasının bu markanı biz sevirik, qəşəngdir. Və başqa yenə Richmond'un belə bir, bunu Səbuy sevir, belə bir makaronu götürürəm. Bir də Ballının öz makaronunu. İsə Ballının öz markasıdır. Yoxlayaq görək necədir. O arxa reyonu. Yoxlayarıq. Evdə isə süfrə duzu qurtarıb. Yaxşı ki gördüm. Dəftərə yazmağı unutmuşdum. Neçə vaxtda istəyirdim, amma yadımdan çıxırdı. Gəlirik tomat bölümünə və hər zaman final bizim süfrəni alırıq. Bu dəfə Blendo markasını yoxlayacağım. Vardı sroku. Adil üçün isə 2 dənə fərqli kəsmik götürürəm. Az yağlı və yağlı. Və kabaçika almaq istedim, amma təəssüf ki qalmayıb. Xarab olub bunlar da və 1 kilo da lobiya götürdük. Gəlmişik, evimizin yanında belə bir bazar var. Çox bəyənirəm buranı. Həm qiymətləri uyğundur, həm də hər şey var. Hə. Brokoli, banan, kartof. Hə. Tərəvəzləri aldıq və gedirik. Havaya bax. Deməli qızlar, gəlib çıxdıq evə. Çox yoruldum. Çəkə bildiyim qədər çəkdim. Bir yerdən sonra Adil yatmaq istədi. Ona görə də heç videonu uzada bilmədim. Yəni çəkməyi. Adillə məşğul oldum. Amma belə göstərəcəm. Ən son girdiyimiz yer tərəvəz yeri idi. Oradan banan aldıq. Bunları, bir də bu tərəvəz yerində sevmədiyim şey odur ki, üstünə qiymətini yazmırlar. Ümumi tərəzdə çəkirlər və deyirlər. Belədir. Məsələn, marketlər necə olur? Yapışdırırlar ki, bu qiymət, bu qiymətdə, amma burada elə bir şey yoxdur deyə bilə bilməm. Amma ki, 5 manat nə qədər təxmini banan, kartof və brokoli qalıb o tərəfdə. Bunlar elədi 6 manat. Bu tərəvəz yerindən aldıqlarımız idi. Sonra var. Bu Ballıdan aldığımızdır. Bazar Store'dan bir də şey aldıq. Bunun üstünə qoymuşam. Belə şokoladlar. Bu MMD'si oxşur. Mən çox bəyənirəm. Bunun məsələn bu qədəri 2 manat 22 qəpik elədi. Mən bəyənirəm. Qəşəng şokoladdır bu. Sonra marojnalar almışıq. Marojnaları Səbuy deyəsən qoyub xaldenkə. Bella'nın marojnaları. Göstərim onu da çox bəyənirəm. Gəldim, bu marojnaları deyildim. Çox bəyənirəm. Bunun fındıqlı, karamellisi də var. Onu çox bəyənmirəm. İçində biraz turşuluq var. Amma bu marojnalar qəşəngdir. Bazar Store'da bunlar satılır. 1 manat 45 qəpik. Bazar Store'dan da bunu aldım. Birini yolda yemişəm. Biri Səbuyinin, biri mənim. Sonra deməli çörək, makaron. Bu Ballının makaronudur. Bu isə Richmond'dan. Sonra tomat aldıq. Blendo'nun tomat püresi. Fanta. Mən kola sevirəm əslində, amma Səbuy Fanta sevir.
və doğranmış çörək. Xalam qızı gələcək. Bəlkə onu tost eləyərəm sabah səhər tezdən. Ona görə də belə doğranmış çörək aldıq. Bunu da qəbzi səhv eləmirəmsə burada olmalıdır. Deməli, orada kabaklar o qədər pis gündə idi. Mən adişə kabak almaq istedim. Kabakski. Daha doğrusu bir dənə aldım. O da 16 qəpik tutdu. Qəşəng olsa 3-4 dənə alacaqdım, amma yox idi. Sonra mən lobiya çox sevirəm. Yəni 48 qəpik. Bu qədər. Neçə kilo? 1 kilo olur. 1 kilo bəli. 1 kilosu bu qədər. Sonra bu bayaq gördüyünüz mənim sevdiyim şokoladdır. Bu isə Səbuhin. Belə. Çox şirindir bir şey. Sonra kəsmik almışam Adilə 2 dənə. Bu səfərlərimsə 1.50-dir. Bu isə 60 qəpik olmalıdır. Saçın hepsi yedin ayrılıb on. Başın qaşıq o saatda. Bunu orada sizə göstərbilmişdim. Adişin piçeniləri. Gəl. Sonra Berga'nın mənim sevdiyim növ çayı. Çox bəyənirəm. Bir dənə daha belə spagetti aldıq. Bu da pis deyil. Fərqli nəsə fərqli markalar almışam. Sonra bu uzun düyüdür. Əslində uzun düyü evdə var idi. Xüsus bunu da yoxlamaq istədim. Görüm necədir. Və səskə almışam. Yenə də sərçin tost eləmək üçün. Bizdə isə məbləğ ümumi gəldi 27 manat 19 qəpik. Belə. Nədir? No. İndi isə qaldı bunları yerləşdirmək. Burada da bir dənə xanım var. Adel. Yatdın durdun. Və gəldik. Axşam olub saat 9-10 işləyir. Xalam qızı bizdədir. Ona dırnaq düzəldirik. Biraz utancaqdır. Ona görə o özünü göstərmək istəmir. Salam demə. Arkadaşlarıma salam. Sana arkadaşlarım. Deməli, belə tipsimiz var. Çox uzun istəmir. Öz dırnağının mayasından biraz uzun istəyir. Ona görə də belə bir şey gözləməyin. Bu arada toydadır. Ona görə də dırnaq düzəldirik. İlk həyəcanım. İlk dəfə bilməm bəyənəcək, bəyənməyəcək. Belə qəribə qalmışam. Neysə, indi biz başlayırıq işləməyə. Amma söhbətimi üstündən səs yazaraq sizin üçün davam edəcəm. Odur ki, başlayaq. Xalam qızı bu ayın sonu toya gedəcək. Ona görə də istəyirik ki, onun paltarına uyğun bir dırnaq seçək. Və burada tək-tək tipsiləri dırnağına uyğunlaşdırmağa çalışıram əvvəlcə. Deməli, dırnaqları, daha doğrusu tipsiləri dırnağına uyğun eləmişik. Əslində mayası çox balacadır deyə mənimki kimi. Məndə də balacadır. Həmişə ustalar məndən gileylənir ki, mayası çox balacadır. İndi dırnağına böyük olanları isə bunlar ən balaca ölçülərdə düşünün. Bunların qıraqlarını yontacaq, onun öz dırnağına uyğun edəcəyik. Bu işləm biraz sıxıcıdır. Amma istifadə edəcəm bu kleyi. Temuda satılır. Bir də indi bu primer istifadə edəcəm. Bunu Temudan almışdım, amma heç istifadə eləməmişəm. İndi sizinlə birlikdə istifadə edəcəm. İndi əvvəlcə mən bu primeri çəkəcəm. 30 saniyə qalıb quruyacaq öz-özünə. Birinci işim primer vurub 30 saniyə gözləməkdir. Sonra isə tipsləri bir-bir yapışdırıram. Dırnağına uyğunlaşdırmağa çalışıram. Bayaq sizə göstərdiyim və Temudan aldığım bu tipsi yapışdırıcısını isə heç bəyənmədim. Temudan aldım dediyim kimi. Mən buradan da birini almışdım. Bakıda satılan yapışdırıcılar o qədər möhkəmdir ki, bu onun yanında yaxşı belə qalmadı. Temuda 1.50-yə uyğun qiymətə olsa da, bu yapışdırıcı əsas dırnağın məqsədidir ki, o yaxşı yapışsın. Ona görə də mənim məqsədim odur ki, 3-4 manata alın, amma bizim yapışdırıcılardan alın. Sonra isə tipsiləri qısaldıram. Əslində mən belə saxlayacaqdım, amma biraz daha qısaltmağımı istədi. Ona görə də başlayıram qalan hissələrini isə törpü ilə balacalaşdırmağa. Mənim də məsləhətim o olar ki, əgər dırnağınızı qısaltmaq istəyirsinizsə, çox dibdən kəsməyin. Çünki yontarkən də, törpüləyərkən də biraz daha qısalır. Və başlayıram yaxşıca həm üstünü, həm kənarlarını forma verməyə və budur, hazırdır. Sonra isə spirtləyirəm. Bu arada gördüyünüz kimi fikirlər müxtəlifdir. Xalam qızı qısa dırnaq sevir, amma mən uzun dırnaqları daha çox sevirəm. Mesizimizin ikramı. İndi gətir, iç. Mən də çayımı içim. Sonra o birisini eləyək. Deməli, bunu qoydum. Bunu bayaqlar qoymuşam, yontmuşam, üstünə gel eləyəcəyik. Bunu isə dırnaqları indi
qısaldacaq. Zövqlər müxtəlifdir qızlar. Buna görə də hər kəsin fikrinə hörmətlə yanaşıram. Mən də dırnaq düzəldərkən yorumlar gəlir ki, qısa et, uşağım var, amma narahat olmayın. Öyrəşmək məsələsidir mənə görə. Çünki mən hər zaman dırnaqlarımı uzun elətdirmişəm və belə də istifadə etdiyim üçün mən artıq öyrəşmişəm. Səs odur ki, nə Adel narahat olur bundan, nə də ki mən. Dırnaqlarını qoyduq. İndi isə gelini qoyuruq. Geldə isə Elisan markasının gelini istifadə edəcəyik. Paltarı mavidir, amma belə ət rəngi istəyir. Ona görə də gel qoyacağıq. Başlayaq gel qoymağa. Birinci baza vurmalıyam. Sonra baza olaraq da belə bir məndə baza var. Bunu tətbiq edəcəm. Bunu ona görə deyirəm ki, qızlar, yeni başlayanlar üçün də bilgi olsun. Birinci primer vurursunuz, sonra tipsini yapışdırırsınız, sonra bazanı vururuq, üstündən gel vuruluq, lak, sonra isə top qat. Hər birini çalışdığım qədər sizə göstərməyə çalışıram və biz gellərimizin hamısını qoyduq və bu formada hazırdır. Mənə görə qısa oldu, amma Günay çox bəyəndi. İndi isə yaxşıca silirəm. Bu pambıqları da Temudan almışdım. 100 dənəsini 2 manata, məncə çox əladır. Burada isə gelin rəngi Günaya açıq gəlir və ona uyğun belə bir lak vururuq, gel lak vururuq üzərindən. Bu arada Günay manikür istəmədi, ona görə də manikür etmədik. Dərisi çox nazik olduğu üçün qanamağından qorxduq. Ona görə də manikürsüz etdik. Amma siz öz dırnaqlarınızı istəsəniz manikür edib ondan sonra edəsəz daha da səliqəli görüntü alarsınız. Bütün dırnaqlarına bu geli qoyuram və 60 saniyə quruduram. Sonra isə yenə bu bizə sadə gəldi. Çünki biz toya gedirik. Başlayırıq zər vurmağa. Zərdə frenç eləmək istəyirik burada. Bu dırnağı əslində mən işlədiyim vaxtlarda dırnaq düzəldərkən bir xanıma daha eləmişdim. Ona görə də çox qəşəng alınır. Günaya da bunu elədik. Sadəcə dırnaqları bir tık uzun olsaydı daha da gözəl olardı. Amma yenə də gələn dəfə bəlkə dırnaqlarını uzadarıq. İndi isə üstünə hər birinin top qat vururuq və 60 saniyə quruduruq. Bu arada qızlar, sizdən bir xahişim var ki, mənim kanalıma abunə olasınız. Mənim üçün bu çox vacibdir. Çünki mən bu ilin sonuna qədər özümə hədəf qoymuşam ki, takipçi sayım 100.000 olacaq. Bunun üçün isə sizin dəstəyinizə ehtiyacım var. Ümid edirəm ki, məni qırmarsınız və kanalıma abunə olmağı unutmayın. Mən isə sizin dediyiniz videoları çəkməyə davam edəcəm. Ümid edirəm ki, videolarımı da bəyənirsiniz. Yorumlarda yazmağı unutmayın. Və budur, dırnaqlarımızın son halını sizə göstərirəm. Dünən gec saatda olduğu üçün çəkə bilmədim. Çox qaranlıq idi. Ona görə də günəş işığında Günayın dırnaqlarını sizə göstərirəm. Əsas odur ki, özünün ürəyinə sindi. Məncə də qəşəng alındı. Siz də yorumlarda fikrinizi yazarsınız. Bu arada dünənləri biz dırnaqları düzəldərkən Səbu içəridə nanə və limonla belə bir buzlar hazırlamışdı. İndi isə onun dadına baxacağım. Məncə əla alınacaq. Çünki mən həm limonu, həm də nanəni çox sevən biriyəm. Videonu izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Başqa videolarda görüşənədək hələlik.